Keçən həftə Peyğəmbərimizdən bir hədis dedim. Hədisin əvvəlində qaldıq. Hədis belədir ki, İza əhəbbəllah əbdən əlhəməhu səmanə xisal. Deyir, Allah bir bəndəni sevsə, ona 8 xüsusiyyət ilham eləyər. Amma mən dedim ki, o 8 xüsusiyyətlərdən danışmayacağım. Bir müddət hədisin birinci cümləsinin üzərində dayanacağım. İza əhəbbəllah əbdən. Mən sizdən xahiş edirəm, bütün sevdiklərinizə and verirəm, telefonunuzun səsini alın. Ən əziz adam kimdirsə ona and verirəm. Cümə günü, cümə namazında telefonların səsini alın, xahiş edirəm. Çox xahiş edirəm ki, səs-küy yaradır və diqqəti yayındırır və düzgün də deyil, olmaz. Yəni, cümə namazının nizamına ziddir. Gələndə səsini alın, sonra zəng çalar, indi vacib zəng olar, çıxıb çöldə danışarsam mı? Olmaz, yəni, cümə namazının nizamını pozur, xahiş edirəm. Sizdən gələn dəfələrdə ciddi riayət edin. İza əhəbbəllah əbdən. Allah bir bəndəsini sevərsə, Allahın sevgisi haqqında biraz danışmaq istəyirəm. Allah bir bəndəsini sevərsə, xoş o bəndənin halına. Bütün rəhmət qapılarını onun üzünə açır. Və onun dininə, imanına zərbə vuracaq şeylərdən onu qoruyur. Allah bir bəndəni bəyənsə, özü girişir onun həyatına və başlayır özü onu qorumağa. Özü onun həyatını idarə eləməyə başlayır. İmanını özü qoruyur. Bəli, möminin bədəni, canı, cismi, malı, sərvəti zərbə ala bilər. İman buna zəmanət vermir ki, sən iman gətirdinsə, həyatda çətinliyin olmayacaq. Belə bir şey yoxdur. Zərbə dəyər malına, canına zərbə dəyər. Çünki dünya elə bir yerdir ki, İnsan burada şirin və acı hadisələr görməlidir. İmanlı oldu ya imansız, fərqi yoxdur. Bu barədə heç kəs sığortalanmayıb. Quran buyurur, وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَّكْسٍ مِنَ الْأَنْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ. Biz sizi imtihan edəcəyik. Biraz qorxu ilə, biraz aclıqla, biraz malınızın azlığı ilə, biraz canınıza olan xətərlərlə, xəstəliklərlə, biraz məhsullarınızın kasadlığı ilə imtihana çəkəcəyik. Bütün bunları deyəndən sonra axırda deyir ki, və bəşşiri sabirin, səbr eləyənlərə müjdə ver. Yəni, hadisələr yox, reaksiya önəmlidir. Hadisəyə hansı reaksiyanı verirsən, bu önəmlidir. Hadisəni necə qarşılayırsan, bu önəmlidir. Hadisənin qabağında səndə səbr yaranır abi, o səbri baha qiymət alırlar. Səbr acizlik deyil, ha. Səbri acizliklə, səbr qüdrətdir. Səbr hadisələrin qabağında acizanə zəlil olmaq deyil. Səbr müqavimət göstərib nəticəyə görə qane olmaqdır. Nəticəyə görə. Səbirli adamlar sarsılmazdır, əksinə səbirsizlər acizdir. Səbr belə bir xüsusiyyətdir. İnsan səbrlə pillə-pillə ucalır Allaha tərəf. Cənnətə gedənləri qarşılayanda nə deyirlər? Salamun aleykum bima səbərtum. Salam olsun sizə səbr etdiyinizə görə. Fəni'mə uqbəddar. Axirət evinə gözəl yerdir. Yəni, sizi bu gözəl evə gətirən sizin səbriniz oldu. Səbirlə bura gəldiniz, çıxdınız. Allahın sevgisiz tələb edir ki, bizi bəzən imtihana çəksin ki, biz böyüyək. Çünki böyük Allahla görüşməliyik biz. Biz gəlmişik, böyük Allahla görüşə hazırlaşaq. Böyüməyin yolu səbirdir, səbir. Bir daha deyirəm, səbir o deyil ki, başına nə gəldi, deyirəm ki, heç də mən təsliməm. Təslim olma hadisələrə, vəziyyəti düzəltməyə çalış, amma bəzən qaçılmaz nəticələr var, deyirəm ki, oldu, dünya dağılmayıb. Elə bu çətinliklər mən Allaha tərəf aparmalıdır. Əllədinə idə əsabət-hum musibətun. O kəslər ki, onlara müsibət üz verir, qalu inna lillah və inna ileyhi raciun. Deyərlər, biz Allahdanıq, biz müsafirik, səfərdəyik biz.
Səfərimiz hardan başlayıb? Allahdan. Və hara doğrudur? Təzdən Allaha tərəf. Bu səfər dairəvi hərəkətdir. Allahdan başlayıb Allaha tərəf gedən hərəkətdir. Biz yoldayıq, mehriban Allaha tərəf gedirik. Yolun sonu rəhmətdir, başlanğıcı rəhmətdir, hər şey rəhmətdir. Buyurur ki, ulaikə aleyhim salavatun min rabbihim və rəhmə. Səbr eləyənlər üçün Allahdan salavat və rəhmət var. Yəni Allah salavat göndərər onlara. O kəslər ki, səbirlə qaldılar axıra, səbirlə möhkəm dayandılar, o şəxslər can verəndə, Quran buyurur ki, elə ki canları çıxır da, elə bil dünya ilə vidalaşırlar. Dünya həyatı bitib, gedirlər əbədiyyət aləminə. Son dəqiqələrində, saatlarında, məsələn saat qalıb, 10 dəqiqə qalıb, 5 dəqiqə qalıb, bilmirəm, lav axır saatlarında mələklər gələr onların ziyarətinə və nə deyər onlara? Deyərlər ki, Əllə təxafu və lə təhzənu, deyir, qorxmayın və üzülməyin, kədərlənməyin. Deyir, elə ki, mələklər deyər, qorxmayın və kədərlənməyin, qorxu ilə kədər bunları tərk eləyər. Qabaqda sizi qorxulu heç nə gözləmir. Qarşıda sizi ancaq rəhmət gözləyir. Bu iki xüsusiyyət var, qorxu və kədər. Bunun yolu bağlandı sizin ürəyinizə. Da heç vaxt bu iki xüsusiyyət sizin ürəyinizə gəlib yol tapa bilməyəcək. Qorxu və kədərdən həmişəlik ayrıldınız. Səbrin mükafatıdır bu. Möhkəm dayanmağa. Heç zaman qorxu və kədər sizə yol tapmayacaq. Sizi narahat edən heç bir hadisə yoxdur. Ne üçün? Çünki siz bu yoldan əl çəkmədiniz. Şeytan bütün gücü ilə çalışdı, sizi azdırsın, siz azmadınız. Və sizin mükafatınız cənnətdir. Mən dünən kiçik cümə axşamlar arada dua oxuyuruq orada bunu. Dedim bunu ki, kim xidmət edir cənnətdə? Süfrə sahibi kimdir? Hansı mələkdir, hansı huridir, hansı xidmətçidir? Heç biri. Nuzulən min qəfurir rəhim, bağışlayan və mehriban Allahdır bu süfrənin sahibi. Süfrə sahibi odur, özü xidmət eləyər. Elə ki, susuzlayarlar cənnət əhli, bu dünyanın susuzluğundan deyil, dodağın qurusun, yox. Eşq teşnəliyi olur orada. İnsan eşqdən istəyir nəsə susuzluğunu yatırsın. Deyir, ona şərab verərlər cənnətdə, amma bu dünyada içilən o haram şərabdan yox. Cənnət şərabı nədir? Mərifət şərabıdır o. Mənəvi məstliyi gətirir. Şeirlərdə görmüsünüz, şərabdan danışanda meydən, saqidən danışırlar. Qədimlər saqi o şərabı paylayana deyirdilər, saqi, səqqa. Bu şərabın saqisi kimdir? Bu ayələr məst eləyir, adamı bilirsiniz. Buyurur ki, səqahum rabbuhum şərabən təhura. Rəbləri onların saqisidir, onları sirab eləyər pak şərabla. Yəni öz əlindən su içərlər, məcazi desək, məcazi mənada desək. İnsan əbədiyyət yolunun yolcusudur və bu yol bitməyəcək, heç vaxt. Əbədi davam eləyəcək. Elə bir nöqtə yoxdur, deyəsən, cənnətdə çatdım, bitdi, yox. Allah ki, sonsuzdur, sən də sonsuz bu yolu gedəcəksən. Bu bitib tükənməyən yoldur. Bunun bir balaca hissəsi var, cüzi, dünya hissəsi. Əbədiyyət yolunun 1 santimetri də deyil. Çox kiçik bir hissəsi, dünya hissəsi. Bu biraz kələ-kötürdür. Vəssalam. Əvvəli, sonra gedir əbədi həmişə rahat. Əvvəlində biraz kələ-kötür var, yolda bir narahatlıqlar var. Bunu keçib gedirlər əbədiyyətə. Böyüklər bunu başa düşüblər. Və onları çətinliklər şad eləyir. Bəli, bəzi müsibət gələndə gözə ağlayır. Peyğəmbərin balası dünyadan köçmüşdü, ağlayırdı. Dedilər, siz də ağlayırsınız. Dedi, qəlbim aramdır, gözümdən. Ya çünki mərhəmət hissi var insanam. Nə övladım dünyadan köçüb. Bu insana xas xüsusiyyətdir. İnsanın atifəsidir, emosiyasıdır. Bu belədir. Yəni Allah birini sevirsə, o demək deyil, onun çətinliyi olmayacaq, onu sığortalayacaq hər çətinlikdən. Xeyr, Peyğəmbərləri Allah sevib tikə-tikə doğrayıblar. Yəhya Peyğəmbərin başını kəsib nizələrə vurublar.
İmam Hüseynin başına hansı bəlalar gəlib? Bunlar olur, amma Allah birini sevəndə, biz qorxmayına, biz o qədər elə çətinlik verməz, bizim tutumumuz o qədər deyil. Birdən danışaram, qorxuya düşərsiniz, yox, bizi Allah tanıyır da bilir. O deyir, dağa baxıb, qarnı yağdırır. Bizə də öz gücümüz çatır. Amma hamı bu çətinliyi görür, hamı bu çətinliyi özünə uyğun görür. Və hamı üçün də qısa bir Əleyhissalam Kumeyl duasında buyurur ki, və huvə bəlaun qəlilun məqsuh və yəsirun bəqauh. Deyir, bu elə bir bəladır ki, həm qısadır müddəti, həm də çox yüngüldür. Çətin bir bəla deyil bu. Kiçik və qısa müddətli bəlalardır. Amma Allah bəyəndisə birini, onun imanına dəyəcək zərbələrdən özünü qabağa verir, qoruyur. Allah özü qoruyur. Deyir, buna olmaz. Buna olmaz zərbə dəyəsin. Sevdiyi bəndəsinə tərəf günah seli üst tutanda Allah özü yolundan kənar eləyir, özü qoruyur. Günahlar buna zərbə vurmaq istəsə Allah əlindən tutur. Günahlara şeytana deyir ki, bu sənin yemin deyil, çəkil. Bunun üstünə gəlsən, mənlə tərəfsən, mənlə qarşı-qarşıyasın. Allah sevdiklərindən belə eləyir. Özü onun əvəzindən qoruyur, özü qoruyur, vallah. Bir nəfər günahdan özü qorunmuyor, vallah qoruyur. Bir nəfər. Heç kəs deyəməz, mən elə, heç kəs deyəməz. Sadəcə bəzilərini Allah bəyənir, özü meydana girir, deyir olmaz. Günaha deyir, çəkil kənara. Həzrəti Yusuf əleyhissalam gənc yaşında Züleyxanın toruna düşür. Çünki görürdü ki, Allah görür ki, Yusuf doğrusudur. Müraciətə bax, Yusufu əyyuhəs siddiq. Allah adama belə deyir. Siddiq çox düz danışan adama, çox doğrucu adama deyir. Deyir, ey Yusuf, ey doğrucu. Quran belə müraciət edir. Doğrucu bəndədir. İmanını təsdiq eləyəndir. Həmin bu doğrucu bəndə ki, artıq Allahın sevgisini qazanıb, Allah bəyənib Yusufi, yeniyetmə yaşında düşür belə bir tora. Gizli bir yer, heç kəs yox. Quran buyurur ki, Ğəlləqətil əbvab, qapıları qıfıllayıb neçə qapını. Tək qalıblar ikisi. Bütünün üstünü örtüb deyib, mənim bütün görməyəcək, narahat olma. Bütü də parça atıb üstünə. Həzrət Yusuf deyib, mənim Allahım axı görür. Bundan heç yana getmək olmur. Parça ilə məsələ həll olmur. Parça ilə sən işi düzəltdin, mən neyiniyim bəs? Tək qalıblar, Allah deyir ki, biz köməklədik, Yusuf qurtardı. Quran buyurur ki, Yusuf əleyhissalam deyir, İnnən nəfsələ əmmarətun bissu, nəfs pisliyə əmr eləyir, İlla ma rəhmə Rəbbi, Allah rəhm elətsə, Allah rəhm elədisə qoymur, özü qoymur. Deyirlər, heç fikrinə də gəlmədi Həzrəti Yusufun, o məqamda. Heç fikrinə də günah gəlmədi. Bəzilərimiz axı günah eləməsəydə düşünürük. Və Allahın rəhməti budur ki, 100.000 dənə günahdan fikirləş, qiyamət günü əməl dəftərində biri də yazılmıyor. Heç nə yazılmıyor. Günah əmələ keçməyincə fikirdədirsə yazılmır. Və əmələ keçdisə deyir, 7 saat möhlət verir, tövbə eləməyincə, 7 saata qədər deyir, bəlkə tövbə eləyər, 7 saat yazmır. 7 saatdan sonra yazır, tövbə eləsən yenə pozur. Və belə rəhimli Allahdır. Belə bir Allahın sevgisini qazanmaqdır. Yusufun zehninə də gəlmədi. Qapıları özü açdı, Allah meydana girdi. Dedi ki, bu Yusufə siz hədəf ola bilməzsiniz. Yusuf sizin sədəfiniz ola bilməz. Şeytana dedi, günaha dedi. Amma zindana düşür Yusuf. Zindan başqa. İmanını mən qoruyaram, amma canı, bu şeylər olacaq, bu imtihanlar olacaq. Məşəqqət çəkir. Allah öz çomağı ilə qovur, günah adlı iti deyək belə. Məsələn, bir dəhşətli bir canlını, varlığı. Amma qəribədir, Allah dostlarını günahdan qoruyur, amma yazır ki, bu onun adına yazır. Deyir, filan kəs günahdan qorundu, Allahın da olsun qiyamətdə gözlüsü belədir. Bir dənə günahdan qaçan adam özü eləməyib, Allah eləyib, amma onun ayağına yazır. Çünki deyib, bu elə yaşadı ki, sevdirdi mənə özünü. Əsas məsələ budur. Sevəndən sonra isə mənim haqq hesabım başqadır. Mən hər şeyi onun əvəzini eləyəcəm, onun adına yazacağım ki, bu elədir. Bu elədir. Sevgisi bizə təsir göstərir.
qısa müddətdə, uzun müddətdə lazım deyil. Adam doğrudan da bu Quranla düzgün rəftar eləsə, Qurana düzgün yanaşsa, mən bir yazdıqlarımı keçirəm ona görə. Nə qədər düz yanaşsa Quran-ı Kərimə, bir o qədər, necə təslim eləsə ruhunu, Quran bizə əlac eləyər. Quran dərmandır, şəfadır insanların ruhu üçün. Sadəcə istəyək, sevgisinin təmənnasında olaq. İstəyək onu. Bir nəfər vardı, Peyğəmbər səhabələrindən biri idi. Bu ayəyə diqqət edin. 3-4 dəqiqə, 5 dəqiqə vaxt uzalacam. Peyğəmbəri çox sevir. Deyir, hər gün gəlir namaza, baxır Peyğəmbərə, aşiqdir Peyğəmbərə. Bəzən deyir, Peyğəmbər oturub, bu da işləyir də, bazarda işləyir. Məsciddədir Peyğəmbər, Peyğəmbərin də bəzən işi olur, bəzən. Deyir, gəlirdi, qapıdan baxırdı, gedirdi. Deyir, ya Rasulallah, qala bilmirəm sizdən ayrı. Elə özünüzü görmək istəyirəm. Bir gün qala bilmirəm sizsiz. Bir gün deyir, keçir, Peyğəmbər salavatullah görür ki, bu oturub dükanında, qəmlidir, fikirlidir. Deyir, nə olub, nə dərddir? Deyir, bir dənə fikir gəldi beynimə. Onun qəmi ürəyimə düşüb, ürəyimdən çıxmış. Deyir, nə fikir? Deyir, oturdum, fikirləşdim ki, Peyğəmbərlə indi biz bu dünyadayıq. Buradan köçəcəyik. Allah eləməsin, ya cəhənnəmdə olacağım, ya cənnətdə. Cənnətdə də olsam, ondan ayrıyam, cəhənnəmdə də. Cənnətdə də olsam, Peyğəmbər harasında, mən harasındayam. Cəhənnəmdə də olsam heç. Deyir ki, məni dərd götürüb. Yəni, cənnət, cəhənnəm beynindən çıxıb, mən səndən ayrı dərdə bax. Kimin belə dərdi var burada? Bizim dərdlərimiz çox kiçikdir. Cibimizlə bağlıdır əsasən. Problemlərimizlə bağlı. Adam var, bunun dərdini çəkir ki, cənnətdə Peyğəmbərlə olmasam mən, yanında olmasam, onu görməsəm necə olacaq? Bu istəyib görünür. Yeri göyü bir-birinə vurur. Cəbrail nazil olur buna görə. Cəbrail nazil olur bunun istəyinə görə. Nazil olur və bu ayəni gətirir. فَأُولَٰئِكَ مَعَ الَّذِينَ أَنْعَمَ اللّٰهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَاءِ وَالصَّالِحِينَ وَحَسُنَ أُولَٰئِكَ رَفِيقًا. Deyir ki, o şəxslər, yəni bu adam, Allahın neymət verdiyi kəslərlə bir yerdə olacaqlar. Kimlə? Peyğəmbərlərlə, siddiqlərlə, şəhidlərlə və salihlərlə və onlar nə gözəl dostlardır. İstəyə bax, görün neynədir. Arzuya bax, istədi, Allah vəh nazil elədi bir nəfər bəndəsini və bunun kimləri arxain eləmək üçün. Qiyamətəcən arxain edir. Kim istəsə rahat olsun. Onu qoymayacam Peyğəmbərdən ayrı düşsün. O Peyğəmbərimin yanında olacaq. İndi bax, Mövlud günü deyil, sabah. Deyin ki, ya Allah, mən əlisiz qalmaq istəmirəm. Mən əli ilə tanınmamışam dünyada. Mənim adım onun adına bağlıdır da. İndi necə olar ki, mən qiyamət günü ondan ayrı düşüm. Mən buna razı deyiləm. Mən buna razı deyiləm. Bunu istəyin. Bunu istəyin. Qəlbi insan haqqa təslim eləsə, kim olursa olsun, mən çox demişəm bu sözü, heç kəsdən namid olmaq olmaz. Heç kəsdən bilmək olmur ki, kimin axırı necə olacaq. Bir hadisə danışım, sözümü tamamlayayım. Bir nəfər Bəsrədən gedir Məkkəyə həcc ziyarətinə. Həcc ziyarətinə gedir, yolda kərvandan geri qalır. Kərvan gedir, bu da dəvəsinə minir, geçsin, çatsın. Dəvəsinə minir, gedəndə birdən bir nəfər oğru quldur, qabağını kəsir, düş dəvədən, tez elə. Düşür dəvədən, deyir ki, dəvəm mənimdir. Nə düşsün də, silahlı quldurdur. Xurcunu bura ver. Xurcunda pulları yola apardı. Mənim də hamısı. Paltarlarını soyun. Dedim, insafın olsun, paltar. Siz mən necə gedim, ayıbdır, buna dəymək olmasa. Xurcunumda olan pulun yarısını ver, yarısı sənin halal xoşun, yarısını ver mənə, səfərə gedirəm. Dedi, hara gedirsən? Dedi, Allahın evinə gedirəm. Dedi, Allahın evi də var. Dedi, var, Məkkə Allahın evidir, amma məkan baxımından yox, şərafət baxımından. Yer o qədər şərafətlidir ki, Allaha aid olmur. Başa saldı onu da, oğrudur, çölün quldurudur onu. Başa düşmür belə şey. Dedi, yaxşı, getdin Allahın evinə, neyin necəsən orada? Dedim, ibadət eləyəcəm. Yəni, neyin necəsən? Dedim, da bilməm, nə başa salım buna, deyim, təvaf belə, səy belə. Dedim ki, Allahın sözlərini oxuyacam orada. Dedi, Allahın sözü də var. Dedi, hə. Dedi, oxu mənim üçün görüm. Oxu Allahın sözündən. Deyir, açdım, Zariyət surəsinin bu ayəsi gəldi. Və fissəmai rizqukum
və mə tuadun. Deyir, göylərdə sizin ruzuğunuz var və Allahın vəd elədiyi hər şey var. Allah nə vəd eləsə sizə çatdıracaq, narahat olmayın. Dedi, bu Allahın sözü, dedi, hə. Dedi, bu dəvə sənin, xurcun da sənin, paltarın da ənində, mənə də apardı onun evinə, görüm necədir. Deyir, dəvəyə minir, o oğru bu yanı ilə gedir. Bir müddət bu minir, o bunun yanına. Gəlirlər, çatırlar, miqata çatanda dedim ki, burada görüşə hazırlaşmalıyıq. Əynindən paltarlardı, soyun, 2 ağ parça giyinib gedəcək Allahımızın görüşünə. Deyir, elə oradan getdik, ziyarətdə mən itirdim bunu. İtirdim də, itirdim, çıxdım, gəldim, qayıtdım Bəsriyə. Gələn il yenə də yol aldım, ziyarətə gedim. Gəldim, bir ziyarət elədim. Ziyarətimi bitirmişdim. Son təvaf eləyirdim, vida təvafı idi. Nə idi? Vacib təvaf da deyildi. Gördüm, bir nəfər əlini çiynimə vurur. Çöndüm, baxdım, bir də tərif onu, tanıdım məni. Gördüm, nurani bir mələkuti siması var. Dedim, yox. Bir də oğru vardı, keçən il yolu kəsmişdim mənə. Həmin oğruyam mən. Dedim, hə, çox gözəl. 1 ildir mən burada sərgərdanam çöllərdə. Sən Allahın evində, qapısında. 1 ildir mən burada hamballıq eləyirəm, yük daşıyıram, günümü, güzaranımı təmin eləyirəm. Allahın evində qaldım mən, başqa gedəcək yer istəmirəm. Ondan sonra dedi ki, başqa sözü də var sənin Allahın. Dedim ki, 1 ildir, başqa sözünü eşitməmişsən. Dedi, yox, hələ o sözdə qalmışam 1 ildir. O bir söz məni dəli eləyib. Otur görək, bir sözünü də oxu mənim üçün. Deyir, oturduq Məqam İbrahimin yanında, elə davamını oxudum. فَوَرَبِّ السَّمَاءِ وَالْأَرْضِ أَنَّهُ الْحَقِّ مِثْلَمَا أَنَّكُمْ تَنْتِقُونَ. Deyir, ayənin mənası belədir. Allah and içir, Rəbbivə and olsun. O Rəbbivə ki, göylərin və yerin Rəbbidir və o haqdır və onun sözü də haqdır. Necə ki, öz düz sözünüzə əminsiniz ki, mən bu sözü düz dedim, o qədər əmin olun Allahın sözünün haqlığına. Deyib, bunu dedim, yıxıldı yerə. Yıxıldı yerə. Deyir, tez cəmaatı çağırdım, gəlin bunu özünə gətirək. Tərpədəndə gördük ki, yox, canı bədənindən çıxıb. Dünyadan köçüb gedib. Fəryad elədik, yıxıldı deyir yerə, canını tapşırdı. Deyirlər ki, bu adamların qatili eşqdir. Eşqin qılıncı ilə öldürülən adamlar şəhiddir. Birbaşa Allah canını aldı onun. 2 ayə ilə oğru bir quldur övliyəyə çevrilir. Bizə nə qədər ayə oxunub, nə qədər ayə eşidirik. Gərək bu qəlbimizi bir təmənna ilə ki, Allah dəyişsin. Quldur 2 ayə ilə övliyəyə çevrilirsə, bizdə də Allah lütf eləyə bilər. Allahdan istəyirəm bu Əli əleyhissalamın mövlud ərəfəsində Allah Əli ibn Əbu Talib hörmətinə bizi öz sevdiyi bəndələrindən qərar versin inşallah.